uşaqlar. Orada mənə bir neçə hədiyyələr verdilər. İstəyirəm o hədiyyələri sizə də göstərim. Buradasınız. Birinci hədiyyəmiz bu layihənin əməkdaşlarından biri. Bu layihənin adı Təhsil Plus layihəsi idi. Birinci əməkdaşı Mastercarddır. İçində nəsə var? Bir dənə belə bir bloknot. Günlük də say. Ay, çox qəşəng. Qəşəngdir. Hə, bəli. Çox sağ olsun. Və bir də su qabı. Bəli. Su qabı. Çox qəşəng. Bir dənə də belə qəşəng bir çanta. Deməli, bu Mastercard'ın hədiyyəsi. İkinci hədiyyəmiz, sağ olsunlar. İkinci hədiyyəmiz bir bankdandır. Mənim hədiyyə gəlmir. Aslında özü mənim dostlarımız gətirməyib, şəbəkələrə gətirib. Bəli. Şəbəkələrə də əlaqə. Birinci kartımız, birinci hədiyyəmiz bir bankın paketinin içində. Belə bir... Bir bank yazılmazda. Pizza vermişler. Bir bank fincanı. Çok sağ olun. İkinci bir dənə belə bir... Mən onu görürüm. Çok yaşanıydı ben. Sonra belə bir qələm, qırmızı qələm. Soğut mənim. Valla bu da bilirsiniz nədir? Bu saat deyil aslında. Müxtəlif başlıqları olan, bəli, adaptor kimi bir şeydir. Çox maraqlı. Bu nədir? Aparım mən biraz texnologiya özürlüyəm. Aparım qardaşım mənə başa salsın. Hə, yəni ki bu. Bu da. Onlar da. Saat deyil. Bu siz nədir? Saat koyar. Bəli, saatların, ümumiyyətlə powerbankdır bu, enerji yığır. Elə bil, mən bunu doldururam. Sonra saatımı taxıram bunun üstünə. Hə, bu Apple-çı taxıram bunun üstünə, enerji yığır. Sonra bu telefonu taxıram bunun üstünə, enerji yığır. Hə, bəli. Hər şey eləyir. Yəqin ki, powerbankdır. İndi mən bunu bilmirəm. Aparım evdə qardaşım mənə başa salsın, mən onu düşmədə bilim. Hə? Bir dənə də var. Sonra bir dənə də hədiyyəmiz var. Oyda nə gözəl. Bu hədiyyəmiz isə hardandır? Nə fondur? Təhsil İnkişafı fondu. Təhsilin İnkişafı fondundan belə bir qəşəng. Bu ayakkabıdır. Ayakkabı. Ayakkabı. Don. Ayakkabı değil. Belə bir kutudur. Bir dənə. Belə eləyir. Hiss eləyib görün nədir? Ayakkabı. Ayaqqabı deyil. Ayakkabı. Yaxşı, birinci mən açıram, amma mən baxmayacağım da siz baxın birinci, sonra mən baxacağım. Ayakkabı. Ayakkabıdır. Ne dedim Yine blackout. Bir dənə təhsilin İnkişafı fondundan bir dənə bu powerbankda uşaq. Zaryatkadan yapıyor. Bəli. Bir günü adaptör üstümdə gəzirdim. İndi artıq powerbanklarım var. Bu bir dənə uşaqlar bizsizlədir. Nə? Onlar bahalı olur. Bəli, bunlar bahalı olur. Bu bir dənə flash kartdır. Bu yox, yəqin ki içi boşdasın. Bu bir vəhşicəsini açdım, ona görə belə deyəm qıblan. Həyəcanlandım ya uşaq. Mən hədiyyə açanda elə həyəcanlandım. Bu nədir sizcə? Üzük. Bu bir USB, bir dənə. Bir de termos. Ağıllı diyesen. Sonra bir dənə termos. Ağıllı diyesen. Ben bu məktəbə gətirərəm, çay içirəm. Mənim termosumla yeniz. Bunu məktəbə gətirərəm çay içməyə. Çox qəşəng, ağıllı termosdur. Bax, dəm. Mənim atamın içi də. Mən atanın da belə termosu var. Mənim içimdə nə yeniz? Bəli, rəngləri fərqlidir.
Bir de üstünde. Aa, və üstündə dərəcə göstərir. Ne üstünde? Və bir dənə də belə bir bloknot. Mənim indi belə bir bloknotum var. Bu mənim bir dostum hədiyyə eləmişdi. Tələt, burada ona salamlar. Amma hələ bitirməmişəm. Baxın, bunun içində mən yazıram günlük işlərimi, planlarımı belə. Ben orada stitch gördüm. Günlük nələr eləyirəm, hamısını bura yazıram. Bu bitəndən sonra bu dəftərlərdə Hamısını da yazdım. Hadi. Ben hamısını yazdım. Hə, bu da belə uşaqlar. Bəyəndiniz bugün mənə verdim. Başqa qəşəng hədiyyələr var. Mənim 5-ci saat dərsim deyildi. Getmişdim həmin bu tədbirə. Uşaqlar yəqin ki, mənim üçün darıxıblar ki, belə mənə hədiyyələr qoyublar. Malik burada şəkil çəkib, amma mənim stolumu boş çəkib. Yəni mən yoxam. O da kədərlənib yəqin ki. Bakın mı? Aa, uşaqlar printerdə çəkib, baxın. Bəli. Kompüterdə çəkib, printer. Möhtəşəm. Sonra başqa bir belə bir hədiyyəmiz var. Bu da Mələkdəndir. Mələk də mənə deyir ki, 8 Mart. nə yazıb bura? Ne oldu mu? Siz gələndə güneş açılır. Siz gələndə günəş açılır. 8 Martımı təbrik eləyib. Aslanım, sağ ol. Novruz bayramını da təbrik eləyib. Sonra bir dənə də burada var bir hədiyyə. Aa, Camaldan Günel müəlliməyə belə balaca bir yazı yazıb. İçində də Günəbaxanlı konfetini. Camal, niyə bu konfeti mənə qoyub getmisən aslanım? Bu sənin idi. Görən özü yeyib özünkünü, yoxsa özünkünü mənə verir? Mən özünkünü sizə verdim. Özükün yemedi. Sağ ol aslanım. Sabah yazmasam mən öz konfetimdən birini ona verim, yaxşı. Belə. Bəyəndiniz? Bəli. Çox sağ olun bir daha. Təşəkkür eləyirəm. Bu arada uşaqlar, mən belə tədbirlərə gedəndə orada çoxlu müəllimlər görürəm. O müəllimlər sizə baxırlar, sizi çox sevirlər. Və bir neçə müəllim oldu ki, mənə deyir ki, uşaqlarınızı salam deyin, aslanlarınızı salam deyin. Biz de onu sandık. Sağ olun, biz də onlara salam göndəririk. Hələlik. Gelen görüşlere dek. Gələn görüşdə, gəlin hamınızı bura görsünlər. Gəlin hamınızı burada görsünlər. Qalxın. Sağ olun.